Sabah 32 derece isti olacak. Gündem Haber'in efirinde 4 iyun tarihli ve Milli Hidrometeoroloji Xidmətinə istinadən iyun ayının 5'ine olan günün hava hakkında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, ara bir tutulacaq, əsasən isə gün yağmursuz keçəcək. Gecə bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi isə gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti olacağı gözlənilir. Əksər rayonlara hava yağmursuz keçəcəyi deyilir, lakin bəzi dağlıq və dağətəyi rayonlarda ara bir yağıntılı olacaq ki, məlumat üçün ötən gün sizə iyun ayının 4-ü və 6-sı ərəfəsində məhz yağıntılı hava şəraitinin və eyni zamanda küləkli hava şəraitinin olacağını bildirmişdik və ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi də istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz isə 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 7-12, gündüz 15-19 dərəcə isti olacaq. Bəzi yerlərdə isə gündüz saatlarında dağlıq ərazilərdə havanın temperaturu 21-25 dərəcəyə qədər yüksələcək.